Odlu torpaq adasının aşağıdakı xüsusiyyətləri hansı? Bu ərazinin yalnız cənub mülayim iqlimə qurşan yerləşməsi ilə bağlı. Odlu torpaq Cənubi Amerikanın cənubundadır və tropiklə qütb arasındadır. Bu da deyir, cənub mülayim iqlimə qurşan yerləşməsi ilə bağlıdır. Hansı xüsusiyyətlər? Cisimlərin kölgəsi günorta vaxtı, yəni cənub mülayim iqlimə qurşağı 23,5 cənub tropiki 66,5 cənub qütb dairəsi arasındadır. Buradadır. Odlu torpaq. Odlu torpaq. Buradadır odlu torpaq. Və indi deyək, cisimlərin kölgəsi günorta vaxtı yalnız cənub istiqamətə düşür. Cənub qurşan yerləşmə. Bu doğrudur yəqin ki. Günəş zenitdə olma prosesi müşahidə olunmur. Yalnız cənub işıqlanma qurşağının yerləşməsi xüsusiyyətlərindən hansı? Bu ərazinin yalnız cənub mülayim işıqlanma müşahidə olunmur. Bu da doğru gəlir. Digərlərinə baxaq. Gecə gündüzün adi növləşmə pozulmur. Buna uyğun gəlir. Sonra 19-20 saat qurşaqlarında yerləşir. 19-20. Bunun ora heç bir aidiyyəti yoxdur. Yəni onun cənub mülayim işıqlanma qurşağının yerləşməsi ilə heç bir bağlılığı yoxdur onun. Sonra il ərzində günəş şüaları üfüq səthində günorta maksimum düşən uzaqlığa fərqi 47 dərəcədir. Yəqin bağlı deyil. Yəqin ki, bağlı deyil olmalı idi. Bunlar hamısı bağlıdır. Günəş gecə gündüzün bu da aiddir. Cavab D variantı. Bu yəqin bağlı deyil olmalıdır. Sonra Şimal yarımkürədə yerləşən K məntəqəsinin günəş şüaları günorta vaxtı il ərzində minimum düşmə uzağı 36,5-dir. K məntəqəsi şimal yarımkürəsindədir. K şimaldadır. Günəşin düşmə bucağı minimum deyir. Minimum 36,5. 36,5. 36,5 dərəcə. Deməli, bu məntəqədə günəş Bakı şəhərinə 80 dəqiqə gec batır. Gec çıxır daha doğrusu. Gec çıxır. Deməli, bu məntəqə Bakı şəhərinə Bakı 50 şərq uzunluğu. Gec deyirsə, qərbə doğru gedirik. 80 dəqiqə. Gec çıxır. K məntəqənin coğrafi koordinatlarını müəyyən edin. Birinci gəlin uzunluğu tapaq, yazmışıq. Gec çıxırsa 80 dəqiqə. Bunu dərəcəyə çevirək. 1 dərəcə 4 dəqiqə. X dərəcə 80 dəqiqə. 4 vurulsun x bərabərdir 80. X bərabərdir 80 bölünsün 4. X də bərabərdir 20 dərəcə. Deməli, 50 şərq uzunluğuna 20 gedir. Buradan da çıxırıq 20-ni bərabərdir 30 şərq uzunluğu. Deməli, çatdıq məntəqə 30 şərq uzunluğudur. Bir dənə cavabdadır 30 şərq uzunluğu. Başqalarında yoxdur. Cavab D variantıdır. Gəlin o birisini tapaq. Şimal yarımkürəsində yerləşir və minimum düşmə bucağı düsturumuzu yazaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Günəşin zenitdə olduğu məntəqə. Burada da minimum deyir. Günəşin düşmə bucağı 36,5 və günəş K məntəqəsi şimal yarımkürəsindədirsə, minimum deyirsə, günəş onun əksində olmalı. Yəni günəş cənubda olmalı. 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi şimaldadır. Və o əksi olmalıdır. Əksi olanda olacaq cənub yarımkürəsi 23,5 cənub tropiki. Cənub tropiki. Deməli, fərqli olduğu üçün biz burada toplayırıq. Deməli, burada verilən məntəqənin coğrafi enliyi plus 23,5 bərabərdir 90 çıxılsın 36,5 da bərabər verilən məntəqənin coğrafi enliyi plus 23,5 bərabərdir 53,5
Verilən məntəqənin coğrafi enliyi bərabərdir. 53.5 çıxılsın 23.5. Verilən məntəqənin coğrafi enliyi, şimal enliyi bərabərdir 30 şimal enliyi. Cavab D variantı. E ilə Venn diaqramı əsasının uyğunluğu müəyyən edin. 3-cü saat qurşağı, 1-ci saat qurşağı. 3-cü saat qurşağının deməli orta meridianı. 3-cü saat. Şərq yarımkürəsində yerləşirlər. Hər ikisi şərq yarımkürəsində yerləşir. Deməli, 3-cü saat qurşağı 3 bərabərdir. 1 saata 15 dərəcə. 3 saat x. X də bərabər 3 vurulsun 15. 45 şərq uzunluğu. Bu 3-cü. İndi birincini tapaq. Birinci. 1 saat 15 dərəcə. 1 saat x. X də bərabər 1-ci saat qurşağı. Deməli, daha doğrusu 15 dərəcə. 15 dərəcə. Deməli, bununki oldu 45 şərq uzunluğu. Bu oldu 15 şərq uzunluğu. Hər ikisi şərq yarımkürəsində yerləşir. Bu 3-ə aiddir. A. 1, 2, 3. 3A. Sonra orta meridian London şəhərindən keçir. Orta meridianı, 1-ci saat qurşağının orta meridianı orta meridianın 1-ci saat qurşağını yox, 0-cı saat qurşağını. B səhvdir. B heç birinə aid deyil. Deməli, bu getdi, bu getdi, bu getdi. Deməli, sonra Azərbaycan yerləşir. Azərbaycan deyək ki, 50 şərq uzunluğudur. 50 şərq uzunluğu. 50 şərq uzunluğunda da biz baxsaq, 50 şərq uzunluğu. 45-in də sağını soluna baxsaq, bu 45. Üstünə gəlir 7.5, böləcək 52.5. 52.5 şərq uzunluğu. Deməli, 50 bunun içərisindədir. Deməli, Azərbaycan yerləşir 3-ə. Daha doğrusu 1-ə. Sonra qonşu saat qurşağı ilə sərhəddi 7.5-dir. 7.5-dir. Gəlin baxaq. 15-dirsə, ortası 15-dirsə, bunun bu tərəfi 7.5 şərq uzunluğudur. 2-yə də D. 1C, 2D, 3A variantı. 50-ci paralel yerin öz vaxtı fırlanma sürəti olarsa bu paralelin 1 dərəcə qoysun uzunluğunu tapın. Deməli, paralelin sürəti 1075,5 kilometr bölünsün saat. 1 saata 15 dərəcədirsə, onda bunu 1075,5 bölürük 15-ə. Hər hansı bir sürət verilibsə, onu 1 dərəcə, yəni 1 saata dövr etdiyi dərəcəyə bölürük və cavabı tapırıq. Deməli, 1075,5 bölünsün 15. Bu da bərabər 71,7. 1 dərəcəlik uzunluğu cavab A variantı. 30 qərb uzunluğu 16 və 17-ci saat qurşağının sərhədini təşkil edirsə. 30 qərb uzunluğu. Bakı şəhərinin yerləşdiyi meridianın 30 qərb uzunluğu. Birinci qərb uzunluğudur. Qərb uzunluğun saat qurşağını tapmaq üçün 30 qərb uzunluğu. Bunun deməli 16, 17. Bu tərəf 16-dır. Bu tərəf 17-dir. Bunların ortası da deməli 16,5. 16,5 olacaq. İndi bu qərb uzunluğu. Qərb uzunluğu üçün 360-dan çıxırıq. 360 çıxılsın 30 bərabərdir. 330. İndi yanı tapaq. 1 saat, görə neçə dərəcə dövr edir? 1 saat x dərəcə, 16,5, 330. X vurulsun 16,5 bərabərdir. 330. Sonra x bərabərdir. 330 bölünsün 16,5. Bölünsün 16,5. X də bərabərdir 20 dərəcə. Deməli, yer kürəsi 20 dərəcə dövr edir 1 saata.
Burada biz tapdıq. 1 saat 20 dərəcə dövr edir. 1 saat 20 dərəcə dövr edir. Deməli, 20 dərəcə dövr edirsə, indi gəlin baxaq ki, Bakı şəhəri. Bakı şəhəri yerləşir 50 şərq uzunluğu. 50 şərq uzunluğunda. Gəlin baxaq ki, hansında deyir ki, meridianlar hansı saat qurşağın sərhədini təşkil edir. Deməli, 1 saata 20, x saat 50 dərəcə. 20 vurulsun x bərabərdir 50, x bərabərdir 50 bölünsün 20, 2 düşür 40, 10 qalıq qalır. Və 20-dirsə, yəni 1 saata 20 dərəcə dövr edirsə, 1 saata. Bu tərəf 10 olacaq, bu tərəf 10 olacaq. Və bütöv 20-dir. Və qalıqda, əgər qalıq, bir daha deyirəm. İndi 7 onda 5-dən yox, qalıq 10-dur. Əgər qalıq 10-dan böyükdürsə, bu bərabərdir. Ondan böyükdürsə və yaxud da ki, bərabərdirsə, 1 üzərinə gəlir. Əgər ondan kiçikdirsə, deyək ki, elə olduğu kimi qalır. İndi burada 2-ci saat qurşağı düşdü. 2-ci saat qurşağı düşdü, gəldi 40. Və Bakıda yerləşir 40, düzdürmü? Bakıda yerləşir 50-də. Ona görə üstünə 1 gəlirik. Çünki 10-dur. 3-cü saat qurşağı. Və bu tərəfdən də 60-dır. Çünki 20 dərəcədir. Bu tərəfdə 60-dır. Deməli, onda neçənin arası oldu? 3-cü saat qurşağı ilə 4-cü saat qurşağının ortası. Daha doğrusu, yox, 2 ilə 3-ün üzr istəyirəm. Deməli, 2 düşdü. Baxın. Deməli, 20-20 gedir. Bu 40, bu 60. Burada 50. 40 2-ci saat qurşağıdır. Çünki 2 saat dövr edir. 60 da 3-cü saat qurşağıdır. Deməli, 2 ilə 3-ün ortasında yerləşir. B variantı. E ilə Venn diaqramı əsasən saat qurşaqlarını müəyyən edin. Birinci 1CD, 2B, ortaq A. Deməli, 1CD orta meridianın 30 şərq uzunluğudur. D. Coğrafi uzunluğu 24 şərq uzunluğu Afina şəhəri yerləşir. Deməli, orta meridian 30 şərq uzunluğudur. 1 saat 15, x saat 30. 15 vurulsun x bərabər 30, x də bərabər 30 bölünsün 15 bərabər 2. Deməli, 2-ci saat qurşağı. 1-ə 1. 1-ə 1. Bunlar getdi. 1-ə 1. İndi 2-yə baxaq. 1-ə 1 CD. Doğru. Sonra getdik. 2-yə. Yəni, Azərbaycan Respublikasının ərazisi yerləşir. Azərbaycan Respublikasının ərazisi 3-cü saat qurşağında yerləşir. Və burada cavab C variantı olacaq. Necə tapdıq 3-cü saat qurşağında yerləşdiyini? 1 saat 15 dərəcə, x saat 50 dərəcə. Bakı 50-də yerləşir. 15 vurulsun x bərabərdir 50, x bərabərdir 50 bölünsün 15, 3 dəfə düşür 45, 5. 3 saat, qalıq 5. 7 10-da 5-dən kiçik olduğu üçün gəlmirik. O da 3-cü saat qurşağında. Cavab C variantı.